Salam. Məlumat və analitik xidmət sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatdan başlayaq. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın bütün göstəricilərini daha ətraflı öyrənməyi təklif edirik. İndi biz şirkətin əsas göstəricilərinə baxacağıq. Tempus A Inc. Ticker TAM. Baxış 06 iyun 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə aparılmışdır. Təsnifatına görə Guru Markets şirkət Tempus A Inc. alt kateqoriyaya aiddir. Buna müqayisədə 54 şirkət iştirak edir ki, bu da çox təmsil edicidir. Verilən qərarları bu videonun sonunda görəcəyik. Şirkət üçün nəticə belədir: -10 baldan 9 bal. Alt kateqoriya üzrə orta bal, -3,6 bal. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında. Bütövlükdə birja üzrə orta nəticənin 1,8 bal olduğunu görəcəyik. Mənfi reytinqə qarşı 9 bal Tempus A Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Tempus A Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görə bilərik. Tempus A Inc. 0% dəyişmə göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı -0,1%. Şirkətin bazar kapitallaşması Tempus A Inc. 10,15 milyard dollar təşkil edir. 66 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans dəyəri 0,3 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın kitab kapitallaşması 19 milyard dollardır. Bazar və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Tempus A Inc. alt kateqoriyada fond bazarının kapitallaşması qiymətləndirildikdə 15,324% təşkil edir. Balans dəyərinin kapitallaşması 1,598% təşkil edir. Təşkilatın bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi PIS -1 bal. Təhlil edilən şirkətin 0,795 milyard dollar borc öhdəlikləri var. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 263%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin reytinqi çox pis, -2 bal. Şirkətin qiymətinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üçün orta 0 ilə. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -721 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi PIS -1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 12,6-dır. Alt kateqoriya üzrə orta göstərici 6,8-dir. Mübadilə qiymətinin gəlir göstəricilərinə alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi TOLED -0,5 bal. Son 12 ayda gəlir 800 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Proqnozlaşdırılan gələcək satış göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi PIS -1 bal. Marjinallıq -89,8%, alt kateqoriyada orta göstərici 80,7%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi keçilə bilən -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 9,914% təşkil edir. Bu, bazar kapitallaşma payından 55% azdır.
Şirkətin bir işçisinə düşən kapitalın məbləği 4231.000 dollardır. Və alt kateqoriya üçün 2737.000 dollar. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının miqdarının qiymətləndirilməsi, keçərli, 0 bal. Bir işçiyə düşən mənfəət -300.000 dollardır. Mənfi alt kateqoriyada orta qiymətlə 323.800 dollar. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, -0.5 bal. Şirkətin bir işçiyə düşən gəliri 335.000 dollardır. 401 alt kateqoriyasında 1.000. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçisinə düşən gəlirin qiymətləndirilməsi, TOLED, -0.5 bal. Satışa çıxarılan səhmlər %23, alt kateqoriya üzrə ortalama %12.9 ilə müqayisədə. Göstərici rəası 14 şirkət üçün 50% səviyyəsini göstərir. Tempus A, inc. Alt kateqoriyada isə RSI səviyyəsi 14, təxminən 56% təşkil edir. Şirkətin cari səhm qiyməti təxminən 58.67 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən 64.92 dollardır. Mövcud olan sifariş cədvəlinə baxaq, bağlanmış şərhdə link. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən bu mövsüm tamamilə ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətləndirmə nəticəsində Tempus A, inc. Yardım sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Səhm üçün 58.66 dollardan ucuzlaşaraq ticarət açın. Sifariş açıqdır, çünki şirkət kifayət qədər aşağı qiymətə malikdir. Təşkilatın qiymətləndirməsi qiymətləndirmə modelinə, AKİMin indeksinə əsaslanır. Mənfəət götürmək 37.89 səviyyəsində müəyyən edilmişdir. Stop loss 79.43 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 06 iyul 2025-ci il tarixində ticarətin sonunda avtomatik bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, GGAN, əsas alış sifarişi olacaq. Əsas sifarişlə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma, digər sifariş son qiymətə təyin olunur. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.